Belə bir şey soruşum. Sonsuz əbədi yaşamaq istəyərdiniz. Belə heç ölməyəsən, gəncliyin getməsin, əbədi bir dənə yaşam nə olsun? Yani niye istemiyorum? Yəni hətta deyərdim ki, nə qədər istəyirsən varlı ol, mülk sahibi ol, evlərin, maşınların, geyimlərin olsun. Əbədi yaşam istəyi insanın fitrətində var. Məsələn, bununla bağlı bir iki nəfər örnək verə bilərəm. Deyəlim Amazon qurucusu Jeff Bezos. Bu adam hücre yenilənmə üzərində çalışan bir firmaya küllü miqdarda dəstək olur. Ya da Oracle'ın sahibi Larry Ellison 450 milyon dollarını yaşlanmağa qarşı tədqiqatlar aparan elm adamlarına bağışlayır. Hətta deyir ki, ölüm insan ağlının ala biləcəyi bir şey deyil. Bir anda burada olub sonra yox olma fikrini beynim qəbul eləmir. Buna görə də bu mövzuda edilən bütün araşdırmaları təqib edib əlimdən gələn qədər dəstək olmağa çalışıram. Və ya PayPal'in qurucusu Peter Thiel 2 milyard dollarlıq sərvətinin 1/4-ni yaşam uzatma mövzusunda araşdırma edən şirkətlərə bağışlayır. Hətta o da deyir ki, həyatın sonu olmasa fikrini yenmək üçün bizim çox çalışmamız lazımdır. Əslində belə deyim, doğru olan bir axtarışı yanlış bir yerdə axtarılır. Bax, onlar da fərqindədirlər ki, ölüm kimi bir həqiqət olan yerdə heç bir şeydən həqiqi mənada zövq alına bilməz. Bir dənə fikirləş, deyirəm ki, niyyətində var maşın almaq, amma ölüm də var. Maşın alınandan sonra 1-2 gündən sonra marağın ölür. Niyyətində var ki, qəşəng bir dənə evin olsun, amma o evi qəbrə apara bilmirsən. Nə qədər qəşəng olur olsun. Yaxşı bir dənə karyeran olsun. İstəyirsən prezident eyni torbağa gir. Ümumiyyətlə ölümün mahiyyəti başa düşülməsə, bütün bu karyera, mal, mülk, ev, ailə sadəcə 60 illik ömrümüzdə gəldik, gördük, getdik demək kimi bir şey olur. Heç nəyin mənası qalmır. Bizi bu dünyada tanıyan sonuncu insan da öləndən sonra heç varlığımız, yoxluğumuz bilinməyəcək. Yəni demək istədiyim bu deyil, hər şeydən uzaqlaşıb mağarada yaşayaq, ailə, mal, mülk, karyera olmasın. Tam tərsinə olsun. Amma Allah üçün olsun ki, əbədi dəyər qazansın. Məsələn, bir müsəlmanın malı, mülkü olsa ehtiyac sahiblərinə paylayar. Ailəsini Allah üçün sevər. Karyerasını Allah üçün nə edə bilərəm düşüncəsi ilə qurar. Bunun kimi də hər saniyə elədiyi hər bir hərəkəti Allah üçün eləyər. Qəlbində Allahım sənin rizan üçün etdim fikri formalaşar və bu əməlləri eləməkdən ölənə kimi zövq alar. Çünki yaradılmış hər bir canlı fanidir. Bir gün dünyasını dəyişib gedəcəklər. İnsan əbədi olanı axtarır. Bax bu mənanı anlayan, bu səviyyəyə çatan insan daha kiminsə çox sağ olunu, minnətdarlığını, təşəkkürünü gözləməz. Çünki daha məqsəd insanların rizasını qazanmaq yox, əbədi olan Allahın rizasını qazanmaq olur. Kim öz oyanıq vicdanını dinləyərsə, əbəd səsini eşidəcəkdir. Bütün kainat o vicdana verilsə, əbədə qarşı olan ehtiyacını yerinə doldura bilməz.